Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Biraz fasilə düşdü proqramlarımızın arasında, üzrxahlıq edirik. Söz nəsl mənasında sizə əvvəllər də son zamanlar dediyimiz bəzi işlərimizin çoxluğu həqiqətən də zəruri etdi bu fasilənin yaranmasını. Amma hər halda çalışırıq vaxt tapaq, bir 5 dəqiqə, 3 dəqiqə də olsa sizin xidmətinizdə olaq. Ümumi gedən proseslərə, bəzi xəbərlər əsasında da baxaq. Burada bir neçə nöqtə var, onu istəyirdik. Qeyd edək xidmətinizə tez bəhslərimizi, bu bəhsimizi də cəm eləyək. Son günlər Telegram kanalımızda da xəbərləri az yerləşdirsək də, amma görürsünüz, xəbərlərdə görürsünüz, bizim kanalımızda və yaxud digər kanallarda bəzi məsələlər getdikcə daha intensivləşir və daha çox nəzərə çarpmağa başlayır. Məxsusən İsrail mediaları tərəfindən, Netanyahunun qondarma dövlətinin mediaları tərəfindən, Siyonlar tərəfindən qabarıqlaşan bir xətlərdən biri budur ki, onlar iddia edirlər ki, İran, G10 qırıcılarını Pakistan vasitəsilə alıb İran və yaxud da Su-35 təyyarələrinin qırıcılarının Rusiyadan alınması və s. Biz demirik, bu xəbərlər yalandır və yaxud da doğrudur. Kanalda bu xəbərləri yerləşdirəndə biz gördük, izləyənlər bilir, Telegram kanalımızda orada biz qeyd etdik ki, bəli, ola bilər. Biz təsdiq və ya təkzib etmirik bu xəbərləri, amma bu bir xəbər xəttidir. Media vasitəsilə dünyada bir xətt yaradırlar. Həm İranın öz daxilinə oynamaq üçün bir növ döyüşdə tərəfi arxayınlaşdırıb növbəti dəfə sürprizə zəminə yaratmaq üçün. Çünki onlar 12 günlük müharibədə möhkəm yumruq yedilər ağızlarının üstünə, amma 12 günlük müharibəni necə başlamışdılar? Bütün illər boyu planlar ki düzmüşdülər, son planları bu idi. Müzakirə filan, bəs mən bunlarla alınmasa hər növ mədəni, siyasi, diplomatik, jeopolitik, iqtisadi sanksiyalar və təzyiqlər nəticə verməsə bu plan idi. Və bu planı da o vaxt biz dedik, 12 günlük müharibədən öncə İranın onlara vurduğu milyonlarla sənədlərə şamil olan kəşfiyyat zərbəsini elan edəndən 3 gün sonra bunlar həmin bu qəfil hücuma keçməyə məcbur oldular və o zaman da biz dedik ki, bu hücum əslində adətən bunların planları bax indiki aylara təsadüf edirdi. Yəni hücumdan 3-4 ay sonra baş verməli idi. Amma İran bir növ kəşfiyyat oyunu ilə bunların içindəki zəhərini vaxtından tez tökməyə məcbur etdi və kartlarını zamanından tez açmağa məcbur etdi. Pərdə arxası oyunları biraz üzə çıxartmaqla. Son gücləri bu idi. Ondan sonra bütün qapılar bunların üzünə öz ən qıcıqlandırıcı və rəqibləri olanda bütün dünyada qlobal müqaviməti bunların yüzillərdir sürdürdüyü imperializmin üzərinə qaldıran və xalq diplomatikasını, türkü ingilisin xalq diplomatikasını müstəmləkə üçün yürütdüyü diplomatikanı bu türkünün öz üzərinə qaldıran və haqqı bəyan edən müqavimət mərkəzli İslam Respublikası İrana qarşı bütün təzyiq qapıları bağlandı. Dəccaldan dəfələrlə danışmışıq. İstəyir bağlanan kanalımızda, istəyir bu kanalımızda. Dəccal dəfələrlə demişik ki, Yəhud Siyon protokollarına əsasən framasonerlərin hazırladığı protokolların bir maddəsi, səhv eləmirəmsə 2-ci ya 3-cü maddəsi idi. Orada nə demişdik? Xoşbəxtlikdən deyirlər media, yəni mətbuat və qızıl bizim əlimizdədir. O zaman 100 il, 120 il bundan öncə, 130 il bundan öncə yazılan protokollarda. Yəni bugünkü dillə desək media və iqtisadiyyat bizim əlimizdədir deyirdilər. Bu ikisində də hələ ki müəyyən qədər hakimiyyətləri var, amma böyük zərbə vurulub İran mehvərliliyi ilə artıq məntəqədən, regiondan çıxıb qloballaşan müqavimətlə bunlara. Buna görə fikir xətlərini bu media dəccalı ilə Süfyaninin xurucuna hazırlayırlar. İkinci xət, həmin media dəccalının vasitəsilə nə iş görürlər? Müxtəlif variantlarla Amerikanın qaralmış,
yəni evangelizmin mərkəzi böyük şeytan, Amerikanın qaralmış üzü və öz çehrəsini müqavimətin siyasəti nəticəsində Trump vasitəsilə ortaya qoymağa məcbur olmuş Amerikanın qaralmış üzünü müəyyən qədər fikirlərdə, bu oyanış dalğası kontekstində baxanda fikirlərdə təmizləmək üçün və sülhsevər göstərmək üçün dəridən qabıqdan çıxan medianın yaydığı fikir xətti. Bu da ikinci fikir xətti. Yəni İranı daha çox qaralamaq, çünki çarə qalmayıb fikirlərdə və bunun vasitəsi, bundan sonra ikinci fikir xətti özlərini ağa çıxartmaq fikir xətti var və bunun fonunda xəyallarında hələ də təqribən sönmüş olan, amma xəyallarında hələ də son ümid olaraq qalan Siyonist Quduz itinin yolunu açmaq üçün olan İbrahim müqaviləsini yenidən qaytarmaq üçün üçüncü xətt atəşkəs xətti. Güya Qəzzədə atəşkəs, Fələstində əsirlərin dəyişdirilməsi və filan. Düzdür, baxırsan, hətta o bunker sıçovulları olan siyonlar da görüntüləri var idi ki, sevinirdilər buna. Fələstin xalqı ki, bu qədər məzlumdur, onlardan da sevinənlər var idi. Biz bu xəbərin şərtlərini yerləşdirəndə Telegram kanalımızda görübsünüz. Orada altında bir piyes yazdıq ki, eşit amma inanma. Çünki bunlar, fikir verin, birinci xəbər xətti. İran gücləndirir özünü filan. Bu xəbər xətti ilə həm İranı özünü arxain eləmək istəyir, çünki qəfilləmə daha keçmir. Ən yüksək şəkildə İran hazırdır və bu birinci xəttlə İranı arxain edərək bir tərəfdən də baxın Trumpın sülhsevərliyini yaymaqla və Netanyahunun güya sülhə razılaşmasını yaymaqla, baxın biz sülhə razıyıq ey müsəlmanlar, qoymayın biz sülhə razıyıq, İran özünü gücləndirir, müharibəyə hazırlaşır və bunun üzərində üçüncü Fələstində güya əməli şəkildə praktiki göstərmək istəyirlər ki, sülhdür. Daha böyük fitnələr bizi gözləyir və mən ona görə deyirəm ki, bu Fələstin sülhü onların əlində olan qeyrətsiz dırnaqarası müsəlman hökumətlərinin vasitəsilə legitimləşdirsinlər bu məsələni, bunların sülhsevər olmağını və regionda şərrin mərkəzi güya İranın olmağını legitimləşdirsinlər, güya praktiki Fələstində addım atmaqla. Amma deyə bilərsiniz, bəs bunlar haracan gedəcək? Özləri öz sülhünü pozacaq? Bəli, sülhlərini pozacaq. Bir bəhanə, bir qığılcım yaratmaqla. Ya İordan çayının qərb sahillərindən bir bəhanə, ya Hezbollah tərəfdən bir bəhanə yaratmaqla həssas dönəmdir. Dəccalın yaxınlaşdığı dönəmdir. Və bütün bunların üzərində də Putin deyir ki, bəli, İsrail tərəfdən bundan təmas tutublar, zəng eləyiblər, əlaqə saxlayıblar, Netanyahu filan. Biz İranla heç bir müharibə istəmirik, qarşı durma istəmirik. Putin də deyir, biz bunu İranlı dostlarımıza xahiş eləyiblər ki, İsraillilər bunu çatdıraq. Bəli, xəbərin əsli ilə işi yoxdur, mümkündür, belə düzdür. Çünki bunlar 12 günlük müharibənin 4-cü günündən başladılar, ta 8 gün, 12-ci günə qədər rəsmi mənada Norveçin, Skandinaviya bəzi ölkələrinin, Qətərin, bəzi ərəb ölkələrinin vasitəsilə rəsmi mənada yalvarmağa 12 günlük döyüşün 4-cü günündən üzü o tərəfə ki, atəşkəs eləyək. Bu mənada bütün gücünü, son planını icra etmiş, ən güclü zərbəsini atıb, fiyaskoya uğramış Qərb Süfyani cərəyanının Quduz iti Siyonist rejimlə birgə bu qorxusu təbiidir. Həm İranın gücünü gördülər, həm öz güclərini itirdilər. Amma bu ki, necə deyərlər, Putin bu sözü deyir. Putin bəli, bu sözü düz deyir. Böyük ehtimalla düz deyir. Qorxurlar, qarşı durma istəmirlər. Amma bu o demək deyil ki, bunlar sədaqəti var. Xeyr, sədaqətləri yoxdur. Ağla qara bir yerdə olmaz. Ona görə bunlar tamamilə bir-birinə paradoksal ideoloji savaşdır. Sadəcə olaraq bu xəbərləri yaymaqla özlərinin sülhsevər olduğunu güya, çünki tamam cöhrələri demək olar qaralıb. Və qarşı tərəfin şər mehvəri olduğunu göstərmək istəyirlər. Amma bütün bu, necə deyərlər, fitnələrin qarşısında dəfələrlə sizə dediyimiz və məkəru və məkərəllah, Allahın məkir planı, aləmin həqiqi sahibi
və həqiqəti olan Həzrəti Həqqin Allahın bir məkr planı var ki, İran mərkəzliliyi ilə müqavimət cəbhəsi və bugün qloballaşmaqda olan müqavimət cəbhəsi o xətlə və o strategiya ilə gedir, bu prinsiplər əsasında. O plandan danışmışdıq. Allahın məkr planı da demişdik ki, bir, düşmənlərin öz axmaqlıqları, özlərini son axmaqlıqlarına çəkəcək müqavimət cəbhəsi onların ki, onlar yanlış eləsinlər. 2. Möminlərin bəsirəti və 3. bəzi yerlərdə Allah birbaşa dəxalət edib möcüzəni göstərəcək. Son 2-3 il həlledici illərin içərisindəyik Allahın izni ilə və bu şaxələrə baxsaq, bu məkr planının 3 şaxəsinə, möcüzə, düşmənin axmaqlığı və dostun bəsirəti, möminlərin bəsirəti, açıq aydın bu oyunlarda, intensivləşən oyunlarda özünü göstərir. Topu bir-birinin meydanına atmaz prosesləri gedir. Sözün həqiqi mənasında sözdə beynəlxalq təşkilatlar çərçivəsində bu beynəlxalq təşkilatların da vasitəsilə güya xalqların gözündə kim daha sülh sevərdi, sülh istəyir və qarşı tərəf zalimdir. Bu qalan xalq kütlələrinə də isbat olunmalıdır. Buna görə də bizim də vəzifəmiz bugün Allahdan gələn və hər şeyin həqiqəti olan Haqqın danışan Qur'an, Əhl-i Beyt vasitəsilə və Qur'an samit, yəni susan Qur'an, kitabın vasitəsilə gələn əqlimizin, ağlımızın nurundan, sağlam ağlın nurundan qaynaqlanan prinsiplərimizin üzərində həssas olmalıyıq və medialarda bacardığımız işi komment vurmaq, nə bilim, nəzər yazmaq, bilmirəm, rəy yazmaq intensivləşdirməliyik və bu proseslər dəfələrlə demişik, Qafqaza və bizim ölkəmizə öz təsirlərini dəyişikliklərdə göstərəcək və görürsünüz bugün gedən Azərbaycanda hökumət tərəfindən sürətləndirilən proseslərdə bu özünü göstərir. Azərbaycan hökuməti də necə deyərlər, həqiqətlər ortaya çıxdıqca və Azərbaycan hökumətinin xəyanətləri ortaya çıxdıqca bu topu digərinin meydanına atma savaşına qoşulub, iki rəhbərin buyurduğu kimi siyonist rejim nabud olmağına çox yaxınlaşıb və bu rejimin tərəfində olanların vəziyyəti uduzan atın üzərində şərt bağlamaq kimidir, uduzan ata pul qoymaq kimidir. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.